Salam aleykum, axşamınız xeyir. Demək, Elşad əmigilə gəlmişik, qonaq gəlmişik Qəbələyə. Allah can sağlığı versin. Gözəl bir ürün də buradadır. Düzdür, video düşmək istəmir. O qədər gözəl insanlardılar ki. Maşallah gözəl nemətlər bişiriblər bizim üçün. Düzdür, nəfsim, ayın qaçacaqsan bir gün, yoxsa necə deyirsən? Bugün qaçacaqsan. Mən bugün qaçmayacağım. Demək, əminə kitabı idi bu. Həyat köyü. Həyat köyü, bir də obursu neydi? Pər. Bir də Pər. İndi Qəbələ zonası buralardan da olan insanlar yəqin ki bilirlər də Pərdir. Aygündür ki çox gözəldir. Hələ mən yeməmişəm, çay içmişdim. Dedim yarım saat keçsin sonra yeyərəm də. Yeyəcəm bol tərəvəzlə. Qatmayacam bunları birlikdə. Mən bunları yeyəcəm. Bunları yeyəcəm. Bir dənə də Aygün yağını mən yağımı aparıb qoyub öz yanına. Gətir o yağı. Mən yağını deyim bura. Öz həyətlərinin inəyi. Öz həyətlərinin yağıdır. Yağlayacam bunu qəşəng. Tərəvəzlə yeyəcəm. Tamamdır. Roman bizə Tövsiyə yol boyu edirəm ki, ancaq bir qanqal qidayı. yetişdir. Bu günləri qanqal yemişsiniz. Ölürlər ağzından gəlib dalaşıblar bunu necə. Allah bütün xəstələrə şəfa versin inşallah. Allah bu dünyada və axirətdə bizə yardım eləsin. Çox sağ olun, minnətdarım. Allah bizim gözümüzü doydursun. Bir dənə onu deyə bilərəm. Sizin bir nəfsiniz biraz hakim olun.